Fərid müəllim açardı səsi zəhmət olmasa. Ee, Basketbolda oyuncu topu tutduqdan sonra neçə saniyə, neçə addım atır? 5 saniye kağıt. 5 saniyə, 2 addım. 8 saniyə qaydası basketbolda nə idi? Xətti keçməli də. Ha, öz yarım zonasını, rəqib zonasına 8 saniyə. Bəs 14 saniyə qaydası nə idi? 14 saniye rəqib zonasına öz zonasında 24 saniye hücum olunur. Hücumdan sonra başlayanda 14 saniye qaydası. Top səbətə keçsə saniyə 14 saniyədən başlayıb keçməsə qaldığı yerdən. Yaxşı. Rəqib zonasında topu tutduqdan sonra neçə saniyə vaxt açılır? Top tutduqdan sonra 5 saniyədə yan xəttə. Rəqib zonasında topa yiyələnirdinsə neçə saniyə açılır? 5 saniyə. Xeyr, rəqib zonasında topa yiyələnirdinsə, demirəm yan xəttdən. Rəqib zonası topa yiyələnirdinsə neçə saniyə vaxt açılır? 14 saniyə. 14 saniyə. Yaxşı. Sərbəst atışlara neçə saniyə vaxt verilir? Sərbəst atışlara 3 saniyə. Xeyr, nə 3 saniyə? Səbət altı 3 saniyə. Sərbəst atışlar, yəni zərmə atışlarına neçə saniyə vaxt verilir? 5 saniyə, 5 saniyə. Qabil mənim. 5 saniyədir, düzdür, əla. Yaxşı. Daxildən atılan toplar neçə xalla dəyərləndirilir? 2 xalla. Daxildən 2 xalla. Daxildə basketbol olarsa, yəni top səbətə düşüb sizə qarşı qayda pozuntusu olur. Top səbətə dəysə, yoxsa keçməsə? Yox, demədim dəysə. Dedim top səbətə düşüb. Onda bir xaldır, 2 atışdır. Niyə? Xalımızı qazanırıq da. Neçə xaldır? Xalımızı götürürük. 2 xal, 1 cərimə atışı. 2 xal, 1 cərimə atışı. Bəs xaricdən atılarsa, basketbol olarsa? 3 xal, 2 cərimə atışı. Niyə 2 cərimə atışı? 1 cərimə atışı. 3 xal, 1 cərimə atışı. 3 xal və 1 cərimə atışı. Yaxşı. Daxildən top atılıb səbətə düşməyib və sizə qarşı qayda pozuntusu olub. Neçə cərimə atışı verir? Onda 2 cərimə atışı. 2 cərimə atışı. Xaricdən top atılıb səbətə düşməyib, sizə qarşı qayda pozuntusu olub. 3 cərimə atışı. 3 cərimə atışı. Yaxşıdır. Hafiz müəllim, səsi açardı zəhmət olmasa. Bəli müəllim, eşidirəm, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun. Hücuma neçə saniyə vaxt verilir? Basketboldan söhbət gedir də. Bəli, bəli, sual basketboldan. Hücuma 24 saniyə. 24 saniyə vaxt verilir. Rəqib zonasında topa yiyələnərsənsə neçə saniyə vaxt açılır? 14 saniyə. 14 saniyə. Öz zonanda topa yiyələnərsənsə neçə saniyə vaxt açılır? Öz zonanızda topu yiyələnərsən. Yenidən 24 olmalı deyilmi, yoxsa 8? Düz. 24 saniyə. Bəli, 24 saniyə. Təzə yenilənir də, yenildiyində görə 24. Artıq öz zonadansa, rəqib zonasında alırsansa, top atış vaxtı səbətə deyib hücum edən oyunçuların hər hansı bir oyunçusuna keçərsə neçə saniyə vaxt açılır? 14. 14 saniyə. Aşağıdadsa qalxır yuxarı, yuxarıdadsa düşür aşağı, yəni Bəli, 14 saniyə. Texniki fola neçə atış verilir? Texniki fola neçə cərimə atışı verilir? Texniki fola. Texniki fola neçə cərimə atışı verilir? Texniki fola 2 cərimə atışı olmalı. Xeyr. Texniki fola yoxsa 1 cərimə? 1 cərimə atışı. Qeyri-idman fonuna neçə atış verilir? 1 cərimə atışı. 1 yoxsa 2? Neçə? Müəllim, bir dənə üzr istəyirəm. Buyur. İndi bilmirəm müəllimlərin hamısı da səsiniz elə gəlir.
Belə bu su axımı kimi danışdıqca xışıltılı gəlir səsimizdə. Məndə Hə, mən də elə aldım. Mən də. Bilmirəm, indi müəllimlərin hamısından bilirsən. Səsiniz qırıq-qırıq gəlir, elə bu çay axan kimi də belə xışıltılı gəlir. Sözün biri başa düşürür, biri başa düşürmür, bax belə. ola bilər setdəndir. İndi necə eşidirsiniz məni? Hə, indi yaxşılaşdı. Qeyri-idman fonu neçə atış verilir? Qeyri-idman fonuna bir atış. Xeyr, 2 atışdır. Diskalifiya fonuna neçə atış verilir? Diskalifiya fonunda bir atışda olacaq. Xeyr, 2 atışdır. Deməli, texniki fon 1, qeyri-idman fonu və diskalifiya fonuna 2 atış verilir. Yaxşı, bir oyunçu neçə texniki foldası oyundan uzaqlaşır basketbolda? Bir oyuncu neçə texnik folda oyundan uzaqlaşır? 5. Xeyr, 2 texniki foldasa. Bir oyunçu neçə qeyri-idman foldası oyundan uzaqlaşır? Bir oyuncu Aha. Bir oyunçu neçə qeyri-idman foldası oyundan uzaqlaşır? 2 deyil. Bəli, 2-dir. Bir oyunçu neçə diskalifiya foldası oyundan uzaqlaşır? Necə müəllim? Yenə xışıltılı oldu işte. Bir oyunçu neçə diskalifiya foldası oyundan uzaqlaşır? 2. Xeyr, bir diskalifiya foldası oyundan uzaqlaşır. Yaxşıdır. Camal müəllim, səsi açardınız. Camal müəllim. Kənan kimidir? Kənan. Hər vaxtın xeyir. Basketbolda hücuma neçə saniyə vaxt verilir Camal müəllim? 24 saniye. 24 saniyə. Daxildən atılan toplar neçə xalla dəyərləndirilir? Xaricdən atılan toplar neçə xalla dəyərləndirilir? Daxili 3 xalla, xarici 2 xalla. Değişək, bəlkə yerini değişək. Daxili, xarici. Daxili 3 xalla olmalı mənim. Daxil değişək yerin. Daxillə xarici yerin değişək. 3 ilə 2 olub. Daxil olacaq neçə? 3, xarici 2. Yoxsa Sən uzaqdan atanda sənə xal çox verirlər, yoxsa yaxından atanda? uzaqdan. Aha, deməli daxil yaxındır da. Daxili neçə xal veriləcək? 2 xal. 2 xal. Bəs xaricə 6.75-in xaricindən 3 xal. 3 xal. Bəs cərimə atışlarına neçə xal verilir? 1 xal. Cərimə atışlarına 1 xal verilir. 8 saniyə qaydası nə idi? 8 saniyə qaydası rəqibdən top alandan sonra setkanın altında hücum. Hansı setkanı mənim? Rəqib komandanın. Rəqib zonasına 8 saniyə keçməlidir. Düzdür? Yarım Bəli, zona bəli. 8 saniyə keçməlidir. 3 saniyə qaydası nə idi? 3 saniyə qaydası. Onu bilmirəm. 3 saniyə topsuz səbətin altında, rəqibin səbətin altında qalma idi. Düzdür? Sərbəst atışlara neçə saniyə vaxt verilirdi? 5 saniyə. 5 saniyə. Yan xəttdən topu başlayanda neçə saniyə vaxt verilirdi? 5 saniyə. 5 saniyə. Topa yiyələnərdinsə neçə saniyə vaxt verilirdi? Hücumda yoxsa öz polyonda? Fərqi yoxdur. Rəqib polyo olsun, öz polyonda olsun. Topa yiyələnmisənsə neçə saniyə vaxt verilirsən topu ötürmək üçün? 8 saniyə. Xeyr, 5 saniyədir və 5 saniyə neçə atdın? 5 saniyə. 5 saniyə. 5 saniyə neçə atdın? 2 saniyə. 5 saniyə 2 atdım. 2 atdım. Yaxşı. Oyun vaxtı top lövhəyə dəyərsə, vaxt hardan davam edir? Qaldığı yerdən. Qaldığı yerdən. Top səbətə dəyərsə? O da qaldığı yerdən. Xeyr, top səbətə dəyib hücum edən komandaya keçirsə, neçə saniyə? Yuxarıdadsa düşür 14-ə, aşağıdadsa qalxır neçə saniyə? 14 saniyə. 14 saniyə. Basketbolda səbət görmüsünüz yəqin ki. Bəli, bəli. Hücumda sizsiz, mən də müdafiəyəm. Atdınız,
vaxtın da bitməsinə, yəni bir adəti hücuma neçə saniyə vaxt verilir? Hücuma 24 Aha, saniyə. 24. Vaxtın bitməyinə 3 saniyə qalıb. Topu atmısan səbətə, diqqətlə qulaq as. Deydi səbətə qayıtdı sizin öz komanda yoldaşlarınıza. Saniyə qalxır neçəyə? 14-ə. 14. Əhsən. Tutaq 18-ci saniyədə topu atmısan, səbətə deyib öz oyunçularına keçib və ya sənə keçib. Düşür neçəyə? 8-ə. Xeyr, 8 bir dənə 8 saniyə qaydası var. 8-dən yapışmısan, buraxmırsan. 8 saniyə bir dənə qaydası var. Öz yarım zonovu keçməlisən, rəqib zonasını keçməlisən. Başqa 8 saniyə 14 yoxdur. saniyə, 14. 14 saniyə, başqa saniyə qaydası yoxdur. 8 saniyə gələn kimi beynimə bir fikirləşir ki, rəqib zonasını 8 saniyə eləməliyəm, keçməliyəm. Aydın oldu, başqa şey fikirləşmə. Yaxşı. Dedi ki, rəqib zonasında öz zonovu düzün 8 saniyə rəqib zonasına keçdin. Rəqib zonasında rəqibdən topu almısansa, sənə 24 saniyə açılır yoxsa 14 saniyə? Rəqibdən almışamsa, rəqib polyasında 14 saniyə. 14 saniyə. Rəqib polyasında bəli 14. Öz polyanda alsaydın 24 saniyə. 24 saniyə. Əhsən. Texniki fola neçə atış verilir? Texniki fola atış verilmir. 1 cərimə atışı verilir. Qeyri-idman fonuna neçə atış verilir? 2 cərimə atışı 2 verilir. cərimə atışı. Diskalifiya fonuna neçə cərimə atışı verilir? 2. 2 cərimə atışı. Bir oyunçu neçə texniki foldası oyundan uzaqlaşır? 2. 2, əhsən. Bir oyunçu neçə qeyri-idman foldası oyundan uzaqlaşır? 2. Əla. Bir oyunçu neçə diskalifiya foldası oyundan uzaqlaşır? 1. 1. Yaxşı. Bəs hücum folu neçə dənələrsə oyundan uzaqlaşır? 5. Hücum folu. Hücum folu bilmirəm. Hücum folunu məhdudiyyət yoxdur. Hücum foluna yaxşı. O adi fol gedir də. Komanda fol limiti neçə idi? Cəmi 12 dənə. Komanda fol limiti. 5'dir, 5'dən yuxarıcı. Yox, komanda fol limiti. Kənan müəllim, səs açardınız. Çox soracağam. Yaxşıdır. Kənan, Axşamınız xeyir hər müəllim. vaxtınız xeyir. Komanda fol limiti neçə idi? Komanda for limiti 5. Xeyr, komanda fol limiti 4-dür. 3 bıraq basketboldan gedir müəllim. Xeyr, heç onda komanda fol limiti 5-dir də qılaq 6-dır. Basketboldur, sual basketboldan. Basketboldan deyirəm də, basketbolda. Bilirəm, 3 vuruş basketbol başqadır. Bəli. Basketbol başqadır da, onların ölçüləri var, qaydaları fərqli. Bəli.